vaxtınız xeyirli olsun. Bugün sizə 2 dənə naxış göstərəcəm. Bunu demək olar ki, burğunu hər kəs bilir. Amma yenə də mən göstərirəm. Bir də bu açılıb bağlanan paxla var. Necə olur ki, burada tərs ilməklər önə gəlir, ortaya gəlir, sonra kənar tərəfə gedir. Normal bir şəkildə yenə kim necə istəyir toxuyur. Gəldik bura. Mən burada bunu istifadə edirəm. Bunu aldım. Bu belə bir şeydir. Attım arxaya. Bunu toxuyuram. Sonra biraz tez oldu, tez göstərdim. Sonra bunu toxuyuram. Yavaşladı baxa bilərsiniz. Gəldik açılıb bağlanan paxlavaya. Bizə lazımdır ki, bunlar bu tərəfə geçsin, tərslər önə gəlsin. Bunun üçün nə edirik? Buradan çıxardıram bu tərsi və 2 dənə düzü. İlk öncə tərsi taxıram. Sonra düzləri alıb təzdən bunun önünə keçirdirəm. Toxuyuram 2 düzü, 1 tərsi. Və bu tərəfdə də bu tərsi önə almalıyam. Düzləri o tərəfə keçirməliyəm. Onun üçün belə alıram. Bu qaldı burada. Aldım bunu. Bu milimə düzləri keçirəm. Tərsi təzdən keçirəm düzün üstünə. Və ilk tərsi toxuyuram. Sonra düzü toxuyuram. Və burada da bu naxışı eləyirəm, amma özü bu tərəfə. Demək, buradan tərsləri bir-bir eyni şəkildə alıram içə doğru. Düzlər bu tərəfə gedir, tərslər bu tərəfə. Daha doğrusu düz üzündə toxuyuram, ilməkləri dəyişirəm, tərs üzündə heç nə eləmirəm. Tərs üzünü necə var elə toxuyuram. Təzdən o bir sıraya gəldiyində hər dəfə tərsləri ortaya alıram, düzləri kənara doğru. Bu şəkildə hörürəm. Sonra qalır 2 dənə ilmək. Burada isə nə edirəm? Onun tam tərsi. Onu da bir dahaki videoda göstərəcəm.